Vətəndaşlıq. Vətəndaşlıq alıp getmək istəyirsən. Mən? Ha. Yox, vapşe soruşuram. 2-3 ilə. Valla itib eləyərsən Moskvada. Sən Allah lazım deyil. Hayda. Adam hopla verər orada. Yox, gəlib eləməsən Allah. İtib eləyərsən bir dənə başımıza. O işte gəlməsə sonra cəmaət səni axtarırmasa da səni axtarışa verər. Böyük yerdir ora. Salon. Yox, Rusiya. Böyükdür, hə. Burada isə tatuya bizdən nə qədər pul alırlar? Bizdə 350 manat deyirsən belə. Ay, qaqa maşını 500 manat deyib balaca tatu. 500 manat uşaqlar. Manatla deyirəm sizə. Allah ki, buradan bura tatunu deyirsən 600 manat, 3 gün 4 saat işləyəcəm. Belə elə. Qaqa gələn də krediti ödətməyə adam axtarır. Gözləyin uşaqlar. 3 gün 4 saat iş görəcəm üstündə. Все хорошо, все понравилось вам? Угу. Оксана, у нас она кашка бровей краской и архитектура. 2300 оплатить. Изюрюсаем, işleyirik. Чек вам нужен? Прикладывайте. Rusiyada aliment var. Var, алимент. Все, оплата прошла. Будьте всегда красивы, любимые. Хорошего дня. Rus dilində necə danışım? Deyirəm, Rus dilində necə danışım? Klient gəldi də. Aliment var orada. Hə. Nə qədərdir bizim pulla? Baxır maaşına da. Məsəl üçün 700 manat maaş alırsa. 50% uşağa gedəcək. Elə bomba kimidir bura. Qalmışam da burada. Yenə yumurta pomidor Burada yiyirəm. bizdə Oradan da administrator var, güvərtin yiyəcəm. Natasha. O da tatu ilə məşğuldur. Tatu vurur. Hə. Həm administratordur, həm tatu işləyir, hə? Hə. Burada administrator yaxşı qazanır da. Mən ora gəlsəm, mənə işləməyə ehtiyacı yoxdur. Ağam hərəkət eləyər orada. Naxadır. Sən mən birinci fanatım olursan, birinci dəstəkçim. Aha. Yol açaram sizə. Nəsə dedi, amma başa düşmədim. Nəysə, boş verin. Laqa kola azı çöləsin. Onsuz da xəstəyəm. Üzüm biraz arıqlayıb yanmır. Vallahi arıqlayıbsan, yaraşmır evaqa kökə. Ay kökələmirəm, xəstələnmişəm, heç gündə bir dəfə yemək yeyirəm. Vaqa yolun Moskvaya düşür, hamımız, bütün Moskva səni gözləyir. Biz 2 günlük gedib gəlmək nə qədər pul eləyər? Qabaqdan bilet alsan 300-400 manat. Set etdi, uşaqlar set etdi. 300-400 manat. Set etdi. Hələ Alimentin yanvarın alimenti ilə dekabrın. Dekabrla yanvarın alimenti üst-üstə gəlib, Allah and olsun. Alimentin Hələ vaxtı. maşından da biraz səs gəlir, nəsə motorxanadan səs gəlir. Tax tıx 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 tıx. Hə, onda gələsi olmadım. Ay yanvardan sonra düzələcək hər şey. Vaqa kola supu içibsən, o kola supu düz söhbətdir. Nə? Koladan su içirdin, keçən dəfə görürdüm. Sən Elə onu ondan sonra oldu, değil mi? Estağfurullah. Ya da balığa suni nəfəs verdim. Onun nəfəsindən nəsə keçdi mənə. Balığa suni nəfəs verirlər. Ölmüşdü, rayondan gətirmişdilər. Suya atdım, dirildi. Mənə də dedilər suni nəfəs ver, belə elədim. Onun da nəfəsi qayıtdı ağzıma Vaqa deyəsən. lazer aparatını satırsan. Mənə bax, gəl verim lazer işlədə Rusiyada. Allah and olsun. Doğrudan. Sən ölkə verim sənə. Allah and olsun. Həm tatu silmədim. Hə. Neçəyə satırsan? 4000 ilkin ödəniş ver. Ay, yox, mən bu dəqiqə 4000 ilkin ödəniş görsəm, mən hələ maaşımı almamışım. Mən neyiniyim? Beyoncé qızı ilə danışım. Rəqsanənin qızı da belə eləyirsə də, mən neyiniyim? Mənə bax,
aparat aparmaq istəsən ora. Deyirəm, hə, apararam, amma kargoda pulda. Gözlə Allah fikirləşim. haqqı, aparat bilsən nə boydadır? Yekədir, Peki, все хорошо, все понравилось вам? 20 min manat almışıq. Bir dəqiqə, klient. Qız alıb, sənətli zadı var da, servis. 7800 оплатить. С карты наличными. Вижу, у вас 800 бонусов, могу списать. Списываю. Yazın ki, yaxşı aparat. К оплате 7000. Карта. Чек вам нужен? Прикладывайте, пожалуйста. Gözden işleyirik. Pin-kod var. Будьте всегда красивы, любимы, волшебного вечера. Buraya aparatı necə tərifləyirlər, zor aparat. Hamısı görüblər. Gəlsən aparatına adam tapım, aparatını alsınlar Moskvada. Hə, Allah hamd olsun, tap sataqda kreditlə. Prosto maşinlik yox ha. Verərik atar. Anamın can 20 min manat alıb bunu. Да, перекрыть? Хорошо. Tanya demə görə alır yanındakı Tanya. Baqa, rus dilində bilirsən. Da, ya panravlisa. Onda necə satacaqsan, rus dilində bilirsən. Bilirəm də rus dilim. Ya rus yazıçsan. Sən gəl, kizi salonumu göstərim. Ha, göstər. Özdən. Balaca, çox balaca görsənli kameram. Baxın, gözləyim. Sifətim niyə görsən? Hə, gözlə. Sifətim pis görsəndə yaxından. Qadın salondur bura. Aa, yox, kişi salonunda var. Ay bala, gəl lazer aparatını götürün, sən öl. Bax. Oy da, mən orada işləsəm partladaram, sən. Gəlsən bura, baqa. Oy. Ay, sənə addelini yer ayıraq. Всё, partladarsan. Orada gələcəm anamın canı elə bəxtim var, güllələyəcəklər mənə. Sənə ki, o işləyinəm deyil. kabineti verək. Gəl sənə o kabineti danışım, o kabineti götür, partladarsan. Orada rəqəm neçədir? Məsəl üçün problem olanda neçəni yığırsan? Nətər yəni? 911 yoxsa? Hansı rəqəm? Sən Allah hansı rəqəmlə? Mənə balacalaşdır da, xahiş edirəm. Sən böyük görək, sən canlında. Aha, çox sağ ol. Mən görürəm. Bu nətər edir balacalar? Bilmirsən. Böyüdüm mən. Hə, özünü böyük. Gözlə də mən özümü belə bağlayayım, iş belə klient zat gəlir. Vədə, gəlsən bizim salonda işləməyə, danışım sən yer. Ay bala, borc xərcinin içində mən yetim belə vəziyyətdən necə gəlim? Onda alınmadı da lazer aparatını götürmək. Mən də Direktdə mənə nömrə yaz, WhatsApp-a atım aparatı. Bəs niyə özünü işlətmirsən, satırsan? Allah hamd olsun, vaxtım yoxdur Qurana. Mən bilsən necəyəm, mən qocalmışam da. Doğrudan. Allah hamd olsun. Mən bu dəqiqə bilsən nə axtarıram. Məsəl üçün oradan buradan pul gəlsin, həşliyim. Partladırsan. Ağranı partladıram. TikTok'u. Sən partladırsan. Deyirəm, biz səninlə nastriyam olmana sənin canlıların qabağıma çıxır, nastriyam olur. Çox sağ ol. Allah razı olsun. Payız sən gəldin, bəs yarımı neylədin? Babroğlu Bundan sonra lazer aparatına adam tapaq gəl, vaqa. Amma bölüşdürürsən. Videomu atacam sən, Allah hamd olsun. Aldım o aparatı, tutuldum, işlətmədim. Həm tatu silir, rəngli ağ-qara. Həm diod atışı var, həm də buz lazerdir. 4 dənə iş görür. Bəs özün niyə işlətmirsən? Ay bala, mənim yerim elədir ki, həm yatıram orada, yaşayıram. Bunu necə tüklərin lazer eləyim? İyi basıraq otağı. 20 bin almışam, anamın can verirəm 10 minə. 4 min ilkin ödəniş, ayda da 1000 manat versin 6 aya. Heç klienti özüm göndərəm ona, Bakıda alan olsa. Bakıda deyil axı, mən necə Bakıdan adam tapım? Vapşe də, sən orada tap. Uca arıqlamışam, bilsən adam biri. Dolda oturan qalır. Vaqa, sən mən mahnımı eşidibsən? Hansı mahnı? Sənin əmi eşidibsən?
Həninə Röya mahnısı. Röyan Nəyə var? sən eşitməmisən o mahnını. Sən altdan hələ rəy də yazmışdın. Bilmirəm, başım gedib ya. 6 ay mən kurortda olmamışım, Şüvalanda olmuşum. Yox, rəy yazmışdın hələ. Demişdin ki, nə qəşəng mahnıdır. Rəqsənə yaradır. Xəstəyəm, qapqarayamış olur. Ha? Xəstə olanda da qaralır. Ha, bax gözümün altına zaddan var. Gör necə olmuşum. Bax, lazer aparatına klient tapacağım. Biz səndən danışdıq. Amma prosto bölüşdürürük də onda. Mən faizə, ancaq satış faizə. Batsı. Dedim də lazer aparatı uşaqlar. Xəstələnmişdim. Satış faizi. Satırıqsa faizlə. Onda deyirəm 5.000 ilkin o da 11.000, 1000 manatda sənə verim. Все хорошо, все понравилось, вам теги gözlük. Марина, Aparatı indi evdə у нас сами göstərəm. стрижка и милирование на короткие. 6890. 16 manat çox. Вижу, у вас 500 бонусов, могу списать. Списываю. Оплате 6390. Şotu da bilir. Bak nə qədər gəldi. Burada klient gəlir, o da lazer işinə məşğuldur. İndi yanımda olan, bəlkə ona deyək. Ha, denə. Denə, nə qədər fürsət var, de. De, Gözlə deyirəm, gözlə də. denə Yağmur. Gözlə də. Yağmur şotu ödəməmişdi. Gözlə pulu ödəsin. Pulu ödəməmişdi. Gözlə, arvad telefonuna baxır, gözlə. Deyəsən, pul çatmış, kəsiblayıb. Yağmur, orada da küçələrdə hər yerdə kamera var, yoxsa yoxdur? Da, aktive. Hə, var. Var. Neyinirsən ki sən kameranı? Vapşe də belə. Soruşuram gör. Parklarda zatda da var. Da, хорошо. Nə deyirsən? Parklarda zatda da var kamera zat. Конечно var. Sən neyirsən ki kameranı? Mühafizəyə görə deyirəm də, görüm nətər mühafizəsi nətər də ölçü olaraq. Bizim kimidir yoxsa? Arvad lazerdən danışır, gözlə. Tez denən endirimlə, denən uşağın qıçı sınıb satır. Ora getsəm. İş yoxdur. Ага. Вот сюда прикладывайте. QR-код? Да, конечно. Baqa nömrəsini götürəm arvadın. Götür mən ona videosunu atım. Все, оплата прошла. Будьте себе красивы, любимы. Хорошего дня. Все, adam da tapdıq lazerə. Danışdın ki, Да. Çevir, да, вот сюда. Meksika danışdı. Nə deyirsən? На первом, да. Üstündə dedim ona. Как зовут? Yalan niyə deyirəm? Bax, yenə başladılar. Master zovut Galina. Əlimi yanında satır. Danışdım. Səsim gəlmir prosto. Hə. Bax, yenə başladılar. Mənim üstümə yalandan söz atırsınız. İndi mən o lazer aparatını satmasam görərsiniz. Ala. Она у нас там нет. Вы ей только если перевести можете ей? Получится? Лично? Да. Вот сейчас она где? Cəmaatın nömrəsini zadı sən onu. Aha. Aldı diğer